Getdim dəlləkxanaya. Baxdım, gördüm ki, cavan dəlləklər yoxdur, bir qoca dəllək dəlləkxanadadır. Ağsaqqal salam, mələküm salam. Ağsaqqal gəlmişəm yanına, mənim üzbaşımla məşğul ol. Əyləş. Əyləşdim stolda. Mən baxdım, gördüm ki, bunun ələsir, bunun əlində bu baş qırxanı, üz qırxanı əlində saxlaya bilmir. Tabii özümü sındırmadım, bunu sındırmadım, elə əyləşdim. Bu başladı üzümlə məşğul olmağa. Öyle birinci dəfədə baxdım, gördüm ki, güzgüdə üzümlə qan açıldı. Ağsaqqal, bu nədir belə dedi, narahat olma, dərman vuracam, keçib gedəcək. Bir dəfə, iki dəfə bu başladı üzümü kəsib pambıq yapışdırmağa, üzümü kəsib pambıq yapışdırmağa. Axır dilləndim, ağsaqqal, neçə yaşın var? Dedi, 78. Dedim, ki, maşın köhnələndə, işi verməyəndə, onu verirlər metalloma. Ağsaqqal, səni də surokun gedikdə vaxtın gedib indi, səni bu saat işləyən vaxtın deyil. Bu krıslonu, bu istolu ver cavanların birinə, gələnləri bu günə salma. Yox, olan işdir, olan işdir. Olan işdir, canı sağ olsun, məşğul ol. Hardasa bir 17-18 yerdən bu pambıq yapışdırdı. Qutardıq, baxdım, gördüm ki, nə el içinə çıxası deyil, bayra çıxası deyil, bu qan kəsəsi deyil. Əyləşdim orada, üzümün başımın, çətinliklə üzümün başımın dərman vurdu, atkalon vurdu, bir tər dayandı. Ağsaqqal, gəl hesablaşaq. Nə hesablaşaq? İndi üzümü bu vəziyyətə saldın. Haqqı nədir, onu verim, yoxsa elə üzümü bu vəziyyətə saldın, haqq istəmirsən, bağışlayırsan sən də. Yox, bir belədir. Dinməcə çıxartdım, verdim. Dedim, onda bir-birimizə borçlu qalmayaq. Bax, üzümü bu vəziyyətə saldın, pulunu da verdim. İndi də sənin otağı ilə çıxa bilmirəm, cəmatın arasına çıxa bilmirəm. Heç olmasa hesablaşaq. Dedi, hesablaşdıq. Dedim, yox, hesablaşmamışıq. Orada yazıram ki, haqq yaradıb sənin də sistəmkarı. Tanımırsan, qoca cavanı dəllək. İndi gələcəkdir naşı müştəri, sonra zülmü divanı dəllək. Sağ ol, sənətkara edirsən hörmət, üzünü yonursan puluna minnət. Yoxdur səndə insaf nə də sədaqət, qaçırdın insanın özündən insanı dəllək. Sənətkar istəyir adı ucala, əcəb sığal verir saça saqqala. Müştərilər qaçır səndən kənara, indi axtarırsan pünhanı dəllək. Ülgücünün qalmayıbdı kəsəri. Az qalır adamın çıxa gözləri, qorxuram əlində ölə müştəri, tutulub gəzəsən hər yanı dəllək. Tuş oldum sənin tək qəlbi qalına, dihmisən gözünü xalqın puluna, baxmarsan müştərinin halına, vurmursan zərgərə nişanə dəllək. Dedi, bu nədir? Dedim, ağsaqqal, o bir haqqını verdim, indi də məni bu vəziyyətinə saldığına qarşı bu haqqını verirəm. Niyə belə elədin, bu şeiri daldın? Yaxşı, buranı tərk elə, qoy bu işsiz qalan cavanlar işləsin, penisiya alırsan, alıram. Yer ged otur evdə. Sən görürsən ki, daha bu işə qadir deyilsən. Bu iş sənlik deyil. Hər işin bir vaxtı var, bir vədəsi var. Məni bax, bu vəziyyətlərə saldın. Özüm də həmin günü məclisdəyəm. İndi məclisə getməliyəm. Bunun yanına gəlmişəm ki, bir sahmana düşüb, məclisə gedim. Bu da saldım məni bu vəziyyətə. Yox, mən səndən incidim, səndən narazı qaldım, mən ağsaqqal adamım. Dedim, ki, özümdən asılı deyil, istər istəməz bu şeir gəldi deyilməliydi. İndi gəl bir-birimizə borçlu qalmayaq. Mən getdim, sən sağlıqla qal. Amanın bir günüdür, məni bədbaxt elədin, o biri yanına gələnləri bədbaxt eləmə. Allah elə xalqa, cəmaata can sağlığı versin. Mən elimi, Azərbaycanımı, xalqımı çox sevirəm. İndası, neynəyim bu xəskiyyətdə, bu səpkidə mən bir sənətkaram, onun orada payın verməliydim. Sağ olun, var olun.